Salam, hər vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Biz bugün 5-ci sinif mövzusu olan onlu kəsrlərin yuvarlaşdırılması mövzusuna baxacağıq uşaqlar. Biz indiyə kimi onlu kəsrlər haqqında müəyyən məlumatları əldə etmişik uşaqlar. Biz onlu kəsrlərin uşaqlar keçən dərsimizdə mərtəbələrini göstərmişdik. Biz demişdik ki, onlu kəsrlərdə yəni iki cür olurdu. Vergüldən sola ayrı baxırdıq, vergüldən sağa ayrı. Məsələn, mən bir ədəd yazsam. Desəm ki, məsələn 1793 tam. Məsələn 10.000-də deyirəm ki 8729 ədədi yazmışam. Uşaqlar baxın. Bu vergüldən soldakı ədədə tam hissə demişdik biz. Değil mi? Burada kəsr hissə demişdik. Kəsr hissə. Uşaqlar baxın. Bu tam hissəni tamam ayrıcı hesablayasıq. Yəni normal natural ədəd kimi baxasıq buna. Fərz eləyim. Buradakı bu 3 olacaq təklik. Bu olacaq onluq, bu olacaq yüzlük, bu olacaq minlik şəklində gedəcək. Amma burada isə kəsr hissəni vergüldən həmən sağdakı ədəd olacaq onda birlər mərtəbəsi, onda bir mərtəbəsi. Bu olacaq yüzdə birlər mərtəbəsi, bu olacaq mində bir mərtəbəsi. Məsələn, bu olacaq məsələn 10.000-də bir mərtəbəsi. Yəni bu şəkildə biz bunları ayırmalıyıq. Və biz də yəni siz şagirdlər də bunu əzbər şəklində bilməlisiniz ki, rahatlıqla, yəni bizə misal düşdüyü zaman bu şəkildə həll etməyə. Uşaqlar indi gəldik yuvarlaşdırmada necə eləyirdik? Uşaqlar natural ədədləri yuvarlaşdıranda biz nə demişdik? Məsələn mən bir ədəd yazıram. Deyirəm ki, məsələn bu ədədi minliyə qədər yuvarlaşdır dediyimiz zaman biz buradan başlayıb sayırdıq. Təklik, onluq, yüzlük, minlik. Uşaqlar baxın, bu altına xətt düşdə biz buna qədər yuvarlaşdırmayı belə xətt qoyuruq da. Bu altına xətt düşən ədədin sağındakı ədəd, baxın uşaqlar, sağındakı ədəd əgər 1, 2, 3, 4 olarsa, bunlardan hər hansı biri olduğu zaman 9 olduğu kimi qalır. Qalan hamısı sıfıra çevrilir. Bax, bu ədədlərin hamısı nəyə çevriləcək? Sıfıra. 179. Qalanlar da nəyə çevrilir? Sıfıra. Bu şəkildə olmalıdır. 179.000 şəklində olur. Yox, əgər sənin bu altına xətt düşən ədədin sağındakı ədəd 5, 6, 7, 8, 9 olarsa, onda bu ədədin altına xətt düşən ədəd bir vahid artmalıdır. Məsələn, necə uşaqlar? Bir ədəd deyirəm. Deyirəm ki, bura qədər yuvarlaşdır. Məsələn, təklik, onluq, yüzlük, minlik, 10 minliyə qədər yuvarlaşdır deyirəm sənə. İndi baxıram, altına xətt düşən ədədin sağındakı ədəd 5-dən böyükdürmü? Bəli. Deməli, bu 7 bir vahid artacaq, olacaq 8. 58 qalanlar nəyə çevriləcək? Sıfıra. Uşaqlar, baxın, onlu kəsrlərdə eyni bu xassədən istifadə edərək biz artıq istənilən bir misalı nə edə bilərik? Yuvarlaşdıra bilərik uşaqlar. İndi gəlin, məsələn, burada misallara baxalım. Bizə deyir ki, ədəd oxurunda qeyd edilmiş nöqtələrə uyğun onlu kəsrlər müəyyən edin və hər hansı nota ədədə daha yaxın olduğunu tapmaqla təkliklərə qədər yuvarlaşdırın deyir uşaqlar. Baxın, məsələn, bu uşaqlar, baxın, məsələn, bax, burada neçə hissəyə bölünübdür bu? Gəlin sayağın. 1, 2, 3, 4. Bunu belə şey eləyək. Məsələn, qaçlarımızda. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 yerə bölünüb uşaqlar. Və bu neçəncidir? 1, ikincidir, değil mi? 4 tam onda 1. Sonra, məsələn, əslində bu belə də uşaqlar. Baxın, 4 tam bu 1'dir, bu 4 tam onda 2'dir, değil mi aşağı? Bu 4 tam belə 0 yazsam, belə 4 tam %10 ilə 4 tam %20 arasındadır. Fərzən mən bunu 10 desəm, bu 11, 12. Deməli bu 4 tam %12 deməkdir. Baxın uşaqlar, 4 tam %12. İndi mən 4 tam %12'ni təkliklərə qədər yuvarlaşdırmalıyım uşaqlar. Bu təkliyi haradır? Bura qədər. Təkliyi buradır. Baxın, bu təkliyin bu altına xətt düşənlərinin sağındakı ədəd 1'dir. Bu dəyişməyəcək. Onda olacaq 4. Qalanlar nəyə çevriləcək? Sıfıra. Bunu da oxuyanda uşaqlar 4 tam %0 oxumuruq uşaqlar. Bu elə 4 deməkdir uşaqlar. Vergüldən sonra ancaq sıfırlar gəlirsə buradan 4 deyəcək uşaqlar. Məsələn, bu ədədə baxaq. Bu da baxın uşaqlar. Buradakı bu ədəd 4 onda 4'dür. 4 tam onda 5'dir. Yəni bu 4 tam %40 ilə 4 tam %50 arasındadır. İndi gəlin sayaq bura neçə düşür?
Məsələn, baxın 41, 42, 43, 44, 45, 46, 47 oldu. 4 tam %47. İndi bunu təklərə qədər yuvarlaşdırmalıyıq. Mesela buraya baktığımız zaman ne olacak? Yine de 4. Burada 4 olduğuna göre 0 0 oldu. Yani 4 oldu cevabımız. Sonra geldi buraya. Bakın 4 tam onda 6'nın özü de aşağılar. 4 tam onda 6. Buraya kadar yuvarlaştığında indi bakın. Bak bunun sağındaki de 6 olduğuna göre bu bir vahid artacak. 5 olacak. Bu da 0'a çevrildi de. Yani cevabımız oldu 5 tam. Bu şekilde bakır. Şimdi bakın. Bu 4 tam onda 6, 4 tam onda 7 arasında. Yani 4 tam %60 diye. Burada 4 tam %70. Şimdi bakın. 61, 62, 63, 64, 65, 66, 67 oldu. Yani 4 tam %67. Şimdi ben buraya kadar yuvarlaştığında yine de bakın uşaqlar bu ədəd 5'ten büyük olduğuna göre bu 5'e çevrilecek. Kalanlar da 0'a. Yani benim cevabım neçə oldu? 5 olacak uşaqlar. 4 tam onda 8'im. Düz gəlib burada 4 tam onda 9. Yani bu bakın 4 tam %80 ile 4 tam %4 tam %90 arasındadır. Uşaqlar burada da bu olacak 88 uşaqlar. Bakın sayırsak 4 tam %88. Ben indi bunu yuvarlaşdıranda bura 5 eləyəcək. Qalanlar nəyə çevirəcək? 0'a. Bu da elədi cevabımız 5. Bu da bakın uşaqlar 4 tam onun 9'du bu. Yani bunu 90 kim baksa bu 91, bu 92 oldu. 4 tam %92. Bu da burada yuvarlaştığında bu olacak 5. Kalanlar neye çevirecek? Yine de 0'a. Şimdi bir daha bakın aşağılar. Burada necə oldu? Eğer senin bu bakın altına xət düşən ədəd məsələn indi həmişə təklərə qədər deyildi ki 4'ün altına xət düşmüşdü. Bu 4'ün sağındakı ədəd 5'ten böyük olduğu zaman hamısı 5 oldu bu cevaplarımız. Bir daha bakın. Yani zaten bu 4 ile 5'in arasında yerleşen bir ədəddir. Yani bu şekilde olar. Sonra geldi ikinci suala. Verilmiş onlu kəsirləri ədəd oxumundan istifadə etməklə onda birlərə qədər yuvarlaşdırılır aşağılar. Mesela bakın aşağılar. İndi bize bu onda birlərə qədər yuvarlaşdır deyir, değil mi? Bakın yazıb ki 1 tam %26. Hani onda birlə bu buradır. Onda bir buradır uşaqlar. Yani buraya qədər yuvarlaşdırmalıyım. Bunun sağındaki bu ədəd 5'ten büyük olduğuna göre 1 tam bu 3 olacak. Bu da 0. Yani 1 tam %30 oldu. Bakın aşağılar. 1 tam %26, 1 tam %30. Bu indi uşaqlar. Ben bu 1 tam %30 da diyebilirim. 1 tam onda 3 de diyebilirim. Eyni şeydir uşaqlar. Sonra 1 tam %33 ədədinə baxırıq uşaqlar. İndi bu buraya qədər idi. Onda birlərə. Bunun sağındaki ədəd 3 olduğuna göre yine bu 1 tam %30 olacak. Bakın. Yine de 1 tam onda 3 oldu. Değişmeyecek. 1 tam %44. Bura bakın uşaqlar indi. Burada da. Yine de bakın bunun sağındaki ədəd altına xət düşən ədədin sağındaki ədəd 5'ten kiçik olduğuna göre yine değişikliği olmayacak. 1 tam onda 4. Burası 0 olacak. Yani 1 tam onda 4 şeklinde olacak. Sonra geldi 1 tam %35'e. 1 tam %35. Yine de bakın bura oldu 1 tam onda 4. Burası 0 oldu. Burada da ne demekti? Yine de 1 tam onda 4 şeklini alacak uşaqlar. Yani bu şekilde biz edə bilərik. Sonra gəldik nəyə? Deyir ki, onlu kəsirləri qeyd olunmuş mərtəbəyə qədər yuvarlaşdır deyir aşağılar. Biz burada nə etməliyik uşaqlar? İndi gəl bu altına da xət çəkim uşaqlar. Məsələn, bu təkliyə qədər yuvarlaşdır deyir, değil mi? Üçüncü suala baxırıq. 2 tam 3384 ədədir, değil mi? Buraya qədər yollaşdı. Bakın uşaqlar bunun sağındaki bu ədəd 5'ten kiçik olduğuna göre 2 olacak. Qalanlar nəyə çevriləcək? 0'a. Uşaqlar burada da 2 tam mində 0 oxumuruq. Bu elə neçə deməkdir uşaqlar? 2 deməkdir. Məsələn baxın burada onda birlərə qədər yollaşdığı deyir. Baxın. 28 bu onda birlər mərtəbəsidir. Bunun mərtəbənin sağındaki bu ədəd 2 olduğuna göre bu dəyişiklik olmayacaq. 3 tam onda 6. Burada 2 dənə 0 olacaq. Yani 3 tam mində 600. Biz bunu uşaqlar 3 tam onda 6 da deyə bilərik uşaqlar. Yani bu şəkildə. 0 tam mində 482 ədədinə baxdığımız zaman yenə də baxın uşaqlar onda birlər mərtəbəsinə qədər yollaşdır deyir. Bunun sağındakı ədəd 8 olduğuna göre bu bir vahid artacaq. 0 tam onda 5 qalanlar çevirir 0'a. Bu da elədi 0 tam onda 5 şəklində olacaq. Sonra 18 tam 935 şəklində olacaq.
Bu ədədə baxın uşaqlar, indi bu %1'lər mərtəbəsidir. Baxın uşaqlar, 18'i dəymirəm, 9, 93, bura bir dənə 0 oldu. Bu sıfırı da silə bilərik uşaqlar. 18 tam %93 kimi də olar. 0 tam 627'dir. Burada 2. 2'nin sağındaki de 7 olduğuna göre bu bir vahid artacaq. 63. Burada 0 geldi. Yani bu 0 tam %63 deyiləcək. Şimdi burada da uşaqlar baxın təkliyə qədər yollaşdır deyil. Burada da uşaqlar biz nə etməliyik? Bunun sağındakı ədəd bir vahid 5'ten büyük olduğuna göre bu bir vahid artacaq. 2 olacaq. Qalanlar nəyə çevriləcək? 0'a. Uşaqlar baxın bu da elə 2 tam deməkdir. Bax uşaqlar. Sonra gəldik. Yenə də yüzlüyə qədər yollaşdır deyir uşaqlar bizə. 24'dür. Burada deyir ki uşaqlar bizə 7 tam 52 bir de 0 olacaq. Yəni bu 7 tam %52 deməkdir uşaqlar. Bu şəkildə baxmamız lazım. Sonra gəldi uşaqlar, baxın təkliklərinə qədər yuvarlaşdır deyir. Biz bilirik uşaqlar, məsələn təklik hardadır? Vergüldən soldakı birinci ədəd. Məsələn bu, burada bu, burada bu, burada da bu olacaq uşaqlar. Gəlin bir ikisini eləyək, daha hamısını işləməyəcəm bunu. Qalanlarda siz özünüz yazarsanız. Məsələn 34 tam %72. Dördüncü suala baxırıq uşaqlar. Məsələn təklik buradır uşaqlar. Baxın 35 olacaq. Çünki baxın bu 4'ün sağındakı bu ədəd 7 olduğuna görə qalanlar nəyə çevriləcək? 0'a. Bu da elədir cavabımız 35. Yəni bu şəkildə baxa bilərək. Bir dənə də başqasına baxalım. Bunu yazacağım uşaqlar. Məsələn 9 tam 1501 oldu. Buradan da uşaqlar baxın 9'un sağındakı ədəd 5 olduğuna göre bu bir vahid atacaq. 9'u bir vahid atanda 10 olacaq. 10 tam qalanlar nəyə çevriləcək? 0'a. Bu da elədir cavabımız 10 elədir uşaqlar. Yəni bu şəkildə baxa bilərik. Sonra gəldi onda birlər mərtəbəsi. Uşaqlar baxın onda birlər mərtəbəsi vergülün sağındakı 2 ədəddir. Bax ilk. Bax bura. Məsələn bura. 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 İndi baxın məsələn elə birincisinə baxaq uşaqlar. 6 tam 1082. Bura belə olduğuna görə baxın bunun sağındakı 8 olduğuna görə 6 tamı yazıram. Bu 0 bir vahid artır. Qalanlar çevrilir 0'a. Bu da elədir 6 tam onda 1 şəklində olacaq uşaqlar. Məsələn başqa hansına baxaq. Buna baxaq uşaqlar. 5 tam 307 yəni 1307 uşaqlar. Baxın 3'ün sağındakı ədəd 5'ten kiçik olduğuna görə 5 tam onda 3 qalanlar çevrilir 0'a. 5 tam onda 3 şəklində olacaq uşaqlar. Yəni bu şəkildə biz yaza bilərik. Sonra gəldik %1'lər mərtəbəsinə. Baxın uşaqlar vergüldən sağda ikinci ədəd olmalıdır. Bura, bura, məsələn bura. Bax bura. Həmçinin də bura. Məsələn bu ədədə baxsaq uşaqlar 2 tam 1999. Baxın bunun sağındakı ədəd 9 olduğunda bu bir vahid artacaq uşaqlar. Baxın bu biraz maraqlıdır. Bax 9'u bir vahid 10 oldu. Daha durub mən bura 10 yaza bilmərəm. Bunu da bir vahid artıram. Bu da 10 olur 0. Bunu da 10 yaza bilmərəm bura. Bura 3. Yəni bu olur 3 tam uşaqlar. Baxın 3 tam 0 0 0 olur bax. Niye belə oldu? Bu 9'un üstüne bu 9'dur. Bu 0'a çevrilməliydi. Bu bir vahid artırdım. Bu 10 elədi. Daha mən bu 9'u yeni 10 yaza bilmərəm də uşaqlar. Bu 10'u da 0'ını buraya yazıram. Bir vahid artıram. Bu arttı. Ne olacaq? Bu da 9 idi. Bir vahid arttı. 10 oldu. Burada 10 yaza bilmərəm. Burada 10'un da birini əlavə elədim. Bura 3 tam. Yəni cavab elədi 3 tam. Həqiqətən də məntiqlə baxanda 2 tam 1999 3'ə daha yaxındır da uşaqlar. Demək bir addım qaldı 3'ə çatmağa. Bu şəkildə baxmamız lazım. Sonra məsələn bu sualda deyir ki 7 tam 1000'də 6. Necə eləməliyik burada? Baxın deyir ki %1'lər mərtəbəsində bura qədər. 7 tam 0'ı yazıram. Bu 6 olduğuna görə bunu bir vahid artıram. 0 1 oldu. Bu da 0 oldu. Baxın uşaqlar. Yəni bu 0 tam %1 oldu uşaqlar. 7 tam %1 şəklini alacaq uşaqlar. Qalanları da bu şəkildə siz yazırsınız.
Gəldik nəyə? 5-ci suala. Hər şərtə uyğun 3 onlu kəsir yazın. Onda birlərə qədər yuvarlaşdırdıqda 2,8 alınsın aşağılar. Məsələn 2,8. Baxın aşağılar belə bir şey deyə bilərəm. Məsələn 2 tam %76. Ya yuvarlaşdıran uşaqlar onda birlər buraydı. Ne olur? Bakın 2 tam onda belə bir şey olur. 80 olur. O da 2 tam onda 8 deməkdir, değil mi? Mesela 2 tam mesela 800 mesela belə bir ədəd yazıram mən. Belə bir ədəd yazdım. 2 tam 10.000'də 8134 ədədi yazmışam. Mesela gəlin onda birlərə qədər yuvarlaşdıraq. Olur 2 tam 8 qalanları çevrildi sıfıra. Bu da neçə deməkdir uşaqlar? 2 tam onda 8 deməkdir. Sonra nə başqa nə deyə bilər? Mesela 2 tam 7923 məsələn bu belə bir şey. Yenə də bunu uşaqlar onda birlərə qədər yuvarlaşdırdıqda 2 tam onda 8 qalanlar nəyə çevrilir? Sıfıra. Bu da elədir 2 tam onda 8. Baxın yazdıq. Sonra deyir ki yüzdə birlərə qədər yuvarlaşdıranda 4 tam %36 alınsın. 4 tam %36. Mesela deyirəm ki 4 tam mesela 35 7 belə bir ədəd yazmışam. 4 tam 10.000'də 3579 ədədi yazmışam. Deyirəm ki bunu yüzdə birlərə qədər yuvarlaşdırmalıyam. Baxın uşaqlar 4 tam 30 bu 6 olacaq. Qalanları da sıfıra çevir. Çünkü bu 5'in yanındaki sağındaki ədəd 5'ten böyük olduğuna göre bu şekilde yazma. Bu da elədir 4 tam %36. Bu uşaqlar belə. Sonra gəldik məsələn başqa nə yaza bilərik? Sonra məsələn yaza bilərik ki 4 tam mesela 306 mesela 36.071 dedim aşağılar. Bakın yüzde birler burada değil mi? Burada yuvarlaştırmalıyım. İndi oldu 4 tam 36 qalanlar neye çevrilir? Sıfıra. Bu da neçə deməkdir? 4 tam %36 deməkdir uşaqlar. Başqa nə deyə bilərik? Məsələn 4 tam mesela 35 976 yazdım mesela. Burada da uşaqlar yenə də buraya da yuvarlaşdırmalıyım. 4 tam %36 olur. Qalanı da sıfıra çevrilir. Bu da neçə deməkdir? 4 tam %36 deməkdir uşaqlar. Keçdik indi 5'in C variantına. Deyir ki təkliklərə qədər yuvarlaşdırdıqda 1 alınsın. Məsələn deyirəm ki 1 tam məsələn 400 1 tam 457. Bak buraya kadar yuvarlaştığında 1 alınsın. Alınır mı? Bakın 1 0 0 0. Ne oldu? Cevabımız 1 oldu. Mesela 0 tam 500 mesela belə bir ədəd yazmışam. 57.073 ədədi yazmışam. Deyirəm ki bunu buraya kadar yuvarlaşdır. Bunun sağındaki 5 olduğuna göre 1 qalanı nəyə çevrildi? 0'a çevrildi. Bu da cevap elə 1 tam elədi də. Başqa nə deyə bilər? Deyirəm ki 1 tam 1300 mesela 13857 yazmışam mesela. İndi baxın nə qədər böyük ədəd olsa belə baxın buraya qədər yuvarlaşdıranda nə olur? 1 tam qalanların hamısı nəyə çevrilir uşaqlar? Sıfıra. Bu da neçə deməkdir? 1 tam deməkdir uşaqlar. Bu şəkildə baxmamız lazım. Sonra gəldik məsələlərə uşaqlar. Lalə fikrində bir onluq kəsir tutdu. Bu onluq kəsir rəqəmlərindən hər birindən bir dəfə istifadə etməklə yazılır. Bu ədədi onda birlərə qədər yuvarlaşdırır. 0,8 alınır aşağılar. Lap gözəl. Gəlin baxaq uşaqlar. Baxın 0 tam nə yaza bilərəm? Eləməliyəm ki 0,8 alsın da. Baxın yuvarlaşdırdıqdan sonra. Uşaqlar baxın 0 tam. Mən bura neçə qədər yuvarlaşdırmalıyım? Onda birlərə qədər. Onda mən 7'ni buraya yazacağım. 5'i de buraya yazacağım. Niye? Çünkü sabah 7 bir vaat artıp 8 olmalıdır artık burada. 4'ü de buraya yazıram. Deməli bu ədədimiz 0 tam 754'dür. Mən indi bunu baxın onda birlərə qədər yuvarlaşdıranda bu 7 olduğunu bu 5 bir vaat artıp 8 eləyir bunu. 0 tam onda 8. Yəni bu qalanlar əslində 0'a çevrilir burada 2 ədəd. O da elə 0 tam onda 8 deməkdir. Deməli bu Lalə fikrində 0,8 ədəd tutmuşdur uşaqlar. Saminin fikri doğrudur mu deyir aşağılar. Gəlin baxaq görək. Deyir ki bu 45 oldu.
Həqiqətən də burada bax bu ədəd 5-dən böyük olduğuna görə bu 4 bir vahid artır, bu 45 olur. Bu doğrudur uşaqlar. Sonra gəldik bura. 0-dan %45'i çevirəndə bu 5 olduğuna görə bu bir vahid artacaq, 0-dan 5 olacaq. Bu da doğrudur. Bura baxsaq uşaqlar, baxın, burada da 9 olduğuna görə bu bir vahid artır 5 olur. Bu da baxın belə bir şey olur da 0 %4. Burada uşaqlar baxın buraya kadar yollaşdırma. Bu bir vahid artı 0,4 burada qalır. Bu 4 isə bu 9'a göre bir vahid artı 45 olmalı. Ama buraya 50 yazıblar. Deməli bunu yanlış deyir. Sonra gəldik biz nəyə? Gəldik deyir ki şəkildə dünyanın ən kiçik quşu olan arı quşunun 3 növü və onların kütlələri göstərilmişdir. Quşların kütləsini ifadə edən ədədləri hansı mərtəbəyə qədər yuvarlaşdırdıqda onlardan ikisi bərabər olar deyir aşağıda. Hansı mərtəbəyə qədər yuvarlaşdırsaq? Gəlin baxaq görək. Məsələn mən uşaqlar baxın təkliklərə qədər yuvarlaşdırsam nə olar? Gəlin hər birini təkliklərə qədər yuvarlaşdırın. 857'ni yuvarlaştıram təkliklərə qədər. Ne olur? Burada 2 olacaq. Bu 1 və qalanlar nəyə çevrildi? 0'a. Əla. Yəni bu neçə deməkdir? 2 tam. Sonra 2 tam 1065'dir. Buraya qədər yuvarlaşdırsam yenə də 2 yanından 2 dənə 0, 3 dənə 0 olacaq. Əla. Bu da 2 elədi cavabımız. Burada da 1 tam 915'dir. Bunu təkliklərə qədər yuvarlaşdırsam bura 1, 2 olacaq. 2 tam 0, 0, 0 olacaq. Bu da neçə elədi cavabımız? 2. Deməli təkliklərə qədər yuvarlaşdırsam uşaqlar kütlələr nə olarmış? Bərabər olar. Sonra bizdən nə soruşur? Quşların kütləsini ifadə edən ədədləri hansı mərtəbəyə qədər yuvarlaşdırdı? Hər üçü bərabər olar deyir. Hər üçü də mən bunu səhv mi elədim? Deyəsən oxumadım düzgün. Hər üçü bərabər olar deyən budur. İkinci varianta bu uyğun gəldi. Deməli təkliklərə qədər. Sonra deyir ki, quşların kütlələrini ifadə edən ədədləri hansı mərtəbəyə qədər yuvarlaşdırdı? Onların ikisi bərabər olar. Burada ikisi bərabər olmalıdır uşaqlar. İndi gəlin birinci A variantını da işləyəyim. İkisi bərabər nə zaman olar? Gəlin baxaq da. Bunları yazım mən bu şəkildə. Baxaq görək. Buradan belə. Məsələn 65'dir. Burada bir tam 915 uşaqlar baxın. Mən məsələ burada nə edə bilərəm? Məsələ hər birini gəlin onda birlərə qədər yuvarlaşdırsam nə olar uşaqlar? Onda birlərə qədər yuvarlaşdırsaq. Onda birlərə qədər yuvarlaşdırsa bu olacaq, olmayacaq belə. Mesela baxın onda birlərə qədər yuvarlaşdırsa olacaq uşaqlar. Baxın bu olacaq 1 tam onda 9 olacaq. Çünki bu 5 olduğuna görə qalanlar 0'a çevirir. Yəni bu oldu 1 tam onda 9. Məsələn bura baxsam uşaqlar, bu da bir vahid artacaq, bir vahid artacaq. Bu 6 olacaq, bu olacaq 2 tam onda 1. 6 bir vahid arttı. Burası 0 0 oldu. İndi bunu bura qədər onda birlər olacaq. Bu olacaq 1 2 tam 2 tam. Bura ne olacaq? Evet bu olmayacaq denemem. 2 tam olmayacaq. Bu 9'un aşağılar bakın. 9'un sağındaki ədəd 5'ten kiçik olduğuna görə bu olacaq 1 tam onda 9. Qalanlar 0'a çevirecek. Yani 1 onda 9 oldu. Bakın aşağıda bu ikisinin kütlələri eyni oldu. Bakın uşaqlar. Deməli birinci variantda biz onda birlərə qədər yuvarlaşdırdığımız zaman kütlələr bərabərləşir. İkinci variantda isə təkliklərə qədər yuvarlaşdırdığımız zaman kütlələr nə olacaq uşaqlar? Bərabərləşəcək uşaqlar. Dərsimiz bu qədər uşaqlar. Ümid edirəm ki sizin üçün faydalı olar video. Videonu bəyənib kanala abunə olmayı unutmayın. Növbəti videolarda görüşmək ümidilə sağ olun.